Fatih Altaylı Türkiyədə Azərbaycanı tənqid edənlərə cavab verdi. Bir neçə gün əvvəl keçirilən Avroviziya 2025 beynəlxalq mahnı müsabiqəsində Azərbaycan ən yüksək xalı İsrailə verib. Azərbaycanın bu addımı Türkiyədə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, onlar bu addımı linç edərək Türkiyənin bir çox tanınmış simasından məsələyə şərh verməsini istəyiblər. Türkiyənin tanınmış jurnalisti Fatih Altaylı Türk vətəndaşlarının mövzu ilə bağlı onlara ünvanladıkları sualları cavablandırıb. O, Azərbaycanın İsrailə 12 xal verməsini normal qarşılayaraq bunu deyib. Stat: Azərbaycan niyə İsrailə 12 xal verdi deyə suallar mənə də ünvanlanır. Buna cavab olaraq bildirim ki, Azərbaycanın 2-ci Qarabağ müharibəsi zamanı yanında olan iki ölkədən biri İsrail idi. Müharibə dövründə İsrail Azərbaycana silah-sursat verdi. Bununla yanaşı hər şeydən önəmli olan isə qardaş ölkəyə beynəlxalq dəstək oldu. Azərbaycan öz doğma torpaqları olan Qarabağı mənfur düşməndən geri almaq istəyərkən, onun yanında İsrail və İsrailin idarə etdiyi dünya mediası olmasaydı, Azərbaycanı atdığı addıma görə peşman edərdilər. İsrailin dəstəyinə görə dünya ölkələri səsini çıxartmadı. Azərbaycan haqqı olan torpaqları aldı. İki ölkə arasında çox gözəl və nümunəvi münasibət var. Statın sonu.